Buradan üzümü prezidentimizə yox, ona görə ki, o mənim videoma baxandımı. Üzümü tuturam, Milli Məclisdə oturan deputatlara. Əvvəla onu deyim ki, heç biriniz xalq tərəfindən seçilməyibsiniz. Hesaba verib, oraya çıxıbsınız. Sizi xalq maraqlandırmır. Gecə, günüz verdiyim hesabı, hansı yolla, nə ilə çıxardım, bunu fikirləşirsiniz. Nə olar, bir yolunuzu xalqa da çevirin. Xalqın vəziyyəti çox acınacaqlıdır. İşsizlikdən. Ailələr var ki, bir nəfər də olsun işləmir, iş tapmır. Hətta üstəlik də bu əziz gündə gəldilər, qazlarını da kəsdilər. Nə olar ki, həmin bu işsizləri sosial yardımla təmin eləyəsiniz. Sosial yardım çağırırlar, qonşunun toyuğu qapıya keçmişdi, sizə düşmür. Qapıda Allaha and olsun, maaşının metalona veriləsi çanağı var. Adınızdan maşın silinməyib, sizə düşmür. Bax, bunlar neynəsinlər? Sizinki odur ki, elə ancaq radarlarda cərimələri artırmaq. Kəmər taxmıysan cərimə. Kəmər nə zibildir ki, adam ölümünə saxlayır. Kəmər taxan var, yalandan beləcə üstlərinə atırlar. Axı, əyəxliyibsən cərimə. Hər gün cərimələri artırın. Keçim telefon məsələsinə. 3 manat kontur yüklüyürdüm, 1 ay müddəti var idi. İndi eləyibsiniz 3 gün. Konturun qiyməti də qalxıb, hətta kontur salanda pul çıxılır. Sizə heç o 3 günə qalmayın, heç o qoyduğunuz müddətə qalmayın. Nə oyundu xalqın başına açırsınız? Axşam televizor nə desə yaxşıdır. Yağların qiyməti qalxır, 25 manatlıq yağ olur, 30 manat. Heç 25 manatlıq yağı ala bilirikmi ki? İşlətdiyimiz 5 manatlıq yağıdır. Quru yolları bağlayanda, tamoşunun qiymətini qaldıranda, hələ 30 deyirsən 40 olacaq, hələ harasıdır? Ondan sonra televizor deyir ki, metronun gediş haqqı stansiyalara görə qalxacaq. Niyə utanmırsınız, niyə ölmürsünüz? Bakıda oxuyan tələbələr, obşi dil yoxdur qala, hamısı kirədə qalır. Kirənin qiyməti gün-gündən artır. Metronun da qiymətini artıranda bunlar nə etməlidir? Piyada mı getməlidir instituta? Mən istəyirsiniz inanın, istəyirsiniz heç inanın gününüz olmasın. Yer kürəsində, dünya miqyasında Allahı görmüş və görüşmüş adamam. Mənim qarğışım çox kəskindir. O telefonun müddət azaldan, qiymətini artıran, ondan sonra yağların qiymətini artıran deyim. Əsas da o metro məsələsinə, onu kim irəli sürüb, kim icraata keçirir, onlara qarğış verirəm. Yoxlayın mənim qarğışımı. Sizi belə xərçəngə tutulun, dərmanınız da tapılmasın. Bir Allah adamı kimi bax, belə qarğış verirəm. Yenə deyirəm, təkrar deyirəm. Sınıyın. Sınıyın, görün tezliklə xərçəngə tutulursunuz, yoxsa yox. Mənim bugünkü söhbətim bu qədər.